Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Sahih et-Tergib ve Terhib kitabından namaz kitabı devam edir ve müellif fəsil açır. Et-Tergibu fi bina'il mesacidi fil emkineti el-muhtaceti ileyha. Məscidlərə ehtiyac olan yerlərdə məscid inşa etmək, məscid tikməyə rəğbətləndirmək. Osman ibn Affan radiyallahu anhu Allah Resulü sallallahu aleyhi ve sellem məscidini genişləndirmək istəyir. Artıq bu hicrətin 30-cu illərində olur. Osman ibn Affanın xilafəti dövründə və insanlar, yəni səhabələr danışırlar və razı olmurlar ki, Osman radiyallahu anhu Allah Resulü sallallahu aleyhi ve sellemin məscidini genişlətsin, dəyişdirsin və bəzi şərhlərdə gəlir ki, yəni gözəlləşdirmək istəyir. Məscidi həm genişlətmək və həmçinin də gözəlləşdirmək istəyir və səhabələr bu ilə razı olmurlar və görəndə ki, onlar danışırlar, deyir ki, innəkum əkfərtum, yəni siz çox danışdınız, yəni bu barədə çox danışdınız. Və inni semi'tu Rasulullahi sallallahu aleyhi və səlləm yəqul, və həqiqətən mən eşitdim, Allah Rasulü sallallahu aleyhi və səlləm belə buyurur, mən bənə məscidən, hər kim məscid tikərsə və hədisi rivayet edənlərdən də Bukeyr deyir ki, yəni zənn edirəm ki, demişdir, yəbtəği bihi vəchəllah, Allahın üzünü istəyərək, yəni ixlasla Allahın üzünü istəyərək və hədislərdə keçən Allahın üzünü istəyərək həm Allah Teala'nın üzünün isbatı vardır ki, əhl-i-sünnə etiqadıdır ki, Allah Teala'nın üzü haqqında dəlillər gəldiyi üçün əhl-i-sünnə bunu isbat edir, inkar etmədən, yozmadan, məxluqatdan heç nəyə, heç kəsə bənzətmədən və necəlik vermədən. Allah Teala'nın ad və sifətləri Allahın özü haqqında etiqad necədirsə ad və sifətlər haqqında elədir. Allah Teala'nın özünün olmasını, Allahın varlığını əhl-i-sünnə etiqad edir, isbat edir, inkar eləmədən, yozmadan, heç nəyə və heç kəsə bənzətmədən, heç bir şeyə bənzətmədən və necəlik də vermədən. Və ad və sifətlər də belədir. Quranda və hədislərdə Allah Teala'nın adları və Allahın sifətləri gəlibsə əgər, isbat olunur, inkar etmədən, yozmadan, heç bir şeyə bənzətmədən və necəliyə varmadan. Necə ki, İmam Malik rahiməullahın yanına gəlir və soruşur, deyir ki, Allah Teala ərşə istiva etdi. Necə istiva etdi? Və İmam Malik bu sualdan başını aşağı salır və tər gəlir, üzünə tər gəlir. Yəni sualın əzəmətli olmağına görə ki, belə bir sual səhabələr verməyiblər. Və İmam Malik cavab verir, deyir ki, əl-istiva məlum, istiva məlumdur. Yəni ərəb dilində istiva məlum bilinən bir sözdür ki, ucaldı, yüksəldi deməkdir. Vəl-keyfu məchulun, necəlik bilinmir. Vəl-imanu bihi vacibun, və buna iman etmək vacibdir. وَالسُّؤَالُ عَنْهُ بِدَعَةٌ, bu barədə sual vermək isə bidətdir. Və İmam Malik'in bu sözləri, bu cavabı əhl-i sünnə üçün sanki bir qayda oldu ki, hər bir ad və sifətdə də cavab belədir. Hansı ad olsun, Allah Teala hansısa sifəti olsun, əgər belə bir sual verilirsə, cavab İmam Malik'in verdiyi cavabdır ki, yəni ərəb dilindədir, məlumdur, necəlik isə Allah Teala necəliyi bizə bildirməmişdir.
Ve burada da deyir ki, Osman radıyallahu anh deyir ki, Allah'ın üzünü isteyerek her kim bir mescid dikerse, ben Allahu lehu beyten fil cenne, Allah Teala ona cennette bir ev diker. Başka rivayette ise ben Allahu lehu mislehu fil cenne, Allah Teala onun mislinde ona cennette ev diker, cennette bina eder. Ebu Zer radıyallahu anh deyir ki Allah Resulü sallallahu aleyhi ve sellem böyle buyurmuştur. Men bena lillahi mesciden kadra mefhasi qatatin. Her kim Allah için mescid dikerse, hatta kekliğin yumurta koymak için o yuvası kadar olsa belə. Ben Allahu lehu beyten fil cennet. Allah Teala onun için cennette ev diker. Ve şek yoktur ki, yani burada hadiste geçen kekliğin o yumurta koymak için o yuvası yeri mescid o boyda olmur miktarı. Lakin Allah Resulü sallallahu aleyhi ve sellem yani bu işe göre Allah Teala'nın mükafat vermesi, hatta balaca bir mescid olsa bile, hatta insan mescidi genişlendirir, bir insan namaz kılıp dayanacağı yer kadar olsa bile, eğer genişlendirirse, dikirse Allah Teala onun için cennette ev diker. Ömer ibn Hattab deyir ki, eşittim Allah Resulü sallallahu aleyhi ve sellem öyle buyurur. Men bena lillahi mesciden yuzkeru fihi. Her kim Allah için mescid dikerse orada Allah zikrolunur. Allah Teala'nın zikrolunduğu, Allah zikrolunan bir mescid dikerse ben Allahu lehu beyten fil cennet. Allah Teala ona cennette ev diker. Cabir ibn Abdullah deyir ki Allah Resulü sallallahu aleyhi ve sellem böyle buyurmuştur. Men hafera ma'en. Her kim su kuyusu kazarsa, lem yeşrab minhu kabidun hurran. Eğer o sudan yani susuyan bir canlı içerse, ister cin olsun, ister insan, isterse de kuş olsun. Yani kim su kuyusu kazar ve oradan herhangi bir canlı su içerse, İlla ecerahullahu yevmel kıyame. Allah Teala kıyamet günü ona ecir, mükafat, sevap verer. Ve men bena mesciden ke mefhasi qatatin ev asghara. Ve her kim de mescid bina ederse, keklik yuvası kadar olsun veya bundan daha balaca olsun, ben Allahu lehu beyten fil cennet. Allah Teala onun için cennette ev diker. Ve başka rivayette ise kemefhasi qatatin li beydiha. Kekliğin yumurtaları için, yumurtalarını koymak için yuvası kadar olsa da bile. Abdullah ibn Amr radıyallahu anhuma deyir ki Allah Resulü sallallahu aleyhi ve sellem böyle buyurmuştur. Men bena lillahi mesciden benallahu lehu beyten fil cenneti evsa'a minhu. Her kim Allah için bir mescid inşa eder, mescid dikerse Allah Teala onun için cennette ondan daha geniş bir ev diker. Ayşe radıyallahu anh deyir ki Allah Resulü sallallahu aleyhi ve sellem böyle buyurmuştur. Men bena mesciden la yuridu bihi riyaen ve la sum'aten. Her kim bir mescid dikerse, mescid inşa ederse ve bununla riyakarlık, yani insanlar görsünler diye veya eşitsinler diye bunun için elemezse, ben Allahu lehu beyten fil cennet. Allah Teala onun için cennette ev diker. Ve bu hadiste bildirir ki insan ettiği emeli halis Allah için eləməlidir. Eğer kimse eşitsin diye, kimse görsün, kiminse hoşuna gelsin, kimse tərifləsin diye emel ederse o emel kabul olunmur. Ve emelin üzerinde kurulan o mükafat insana hasıl olmur, çatmır. Mükafatın hasıl olması, ecr ve savabın verilmesi için ve Allah Teala'nın emeli kabul etmesi için şart ihlasın olmasıdır. Mütlak Allah Teala'nın razılığını insan ummalıdır. Ettiği emelle yalnız ve yalnız Rabbinin razılığını ummalıdır. Çünkü emelin kabul olması için iki şart var. İhlas ve bir de Allah Resulü sallallahu aleyhi ve sellemin
sünnəsinə tabiçilik. Əgər Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsinə, onun yoluna uyğun deyilsə və ya ixlas yoxdursa əməldə, o əməl qəbul olunmur. Əbu Hurayra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. İnne mimme yelhaqul mu'mine min amelihi ve hasenatihi ba'de mevtihi. Yani mümin öldükten sonra onun əməlindən ve onun həsənətlərindən mümine çatan yalnız odur ki, ilmen allemehu ve neşerehu. İlimdir, ilmi öğretmiş ve ilmi yaymıştır. Evveleden salihen terakehu veyahut da salih evlat terk etmiştir. Ev mushafen varrasehu veyahut da mushaf yani Kur'an kitabı koyup o Kur'an kitabı okunur. Ev mesciden benahu veya mescid inşa etmiştir, mescid dikmiştir. Ev beyten li ibni sebil benahu veyahut da yolcular için ev dikip ki yolcu insandı, misafirdi orada istirahat etsin, qalsın, gecələsin diye. Ev nehran ecrahu veyahut da su çəkib, istər quyu qazsın, istərsə də bulaq çəksin. Ev sədaqətən əxrəcəhə min məlihi və yaxud da öz malından sədəqə çıxarıb fi sıhhatihi və həyati öz həyatında sağlam vaxtı təlhəquhu min ba'di mevtihi öldükdən sonra da ona bunun savabı gelir. Yəni bu hədisdə sayılanlar hansı ki insan həyatdan köçdükdən sonra insanlar bundan istifadə edir, faydalanırlar. Faydalı elmdir, yayıb insanlara öyrədib, nə qədər ki insanlar o elmdən istifadə edir, mənfəətli, faydalı elm olduğu üçün insan öldükdən sonra baxmayaraq ki əməllər dayanıb, insan qəbirdədir, yenə də ona savab yazılır. Və bu da elmin nə qədər fəzilətli, üstün olduğunu bildirir. Ki bu hədisdə zikr olunanlar insana ölümündən sonra çatır və birinci zikr olunan da elmdir. Və xüsusən də şəriət elmi. Allah Teala'nın nazil etdiyi vəhiy, Kur'an və hədislər, ibadət, tövhid, o elm ki insanı Allaha yaxınlaşdırır, o elm ki insana ahirəti, cənnət yolunu göstərir. Və hər kim elm öyrədərsə, elmi yayarsa, yəni həm öyrətmək və həmçin yaymaq ola bilər, öyrətməyə insan müvəffəq olmur, lakin öyrədən insanların elmini yayır. Vasitə olur, səbəb olur elmin yayılmasına və özü öldükdən sonra nə qədər ki insanlar o elmdən faydalanır, o elmə əməl edir, yəni elmi öyrədən və elmi yayan insana bütün o insanların savab mükafatından da gedir. Və yaxud da övlad, salih övlad. Yəni hər övlada görə insan savab qazanmır, mükafat əldə etmir. Lakin övlad salih olarsa, salih yəni o övlad ki ibadətdədir. O övlad ki günahlardan uzaqdır. Bu həm valideynlər üçün rəğbətləndirmədir ki, valideyn övladının salih olması üçün çalışmalıdır və onun dərdi övladının salih olması olmalıdır. Yəni dərdi dünya dərdi olmalı deyil ki, övladının işi, evi, maşını və s. yeməyi, paltarı, geyimi, keçimi bu dərd olmalı deyil. Bu onsuz da Allah Teala hər kəsin ruzisini yazıbdır. Və Allah Teala Zəriyət surəsində buyurur ki: "Vəmə xalaqtul cinne vel insa illa liya'budun." Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Və sonra buyurur ki: "Mə uridu minhum min rizqin və mə uridu an yut'imun." Mən onlardan ruzi istəmirəm və məni yedizdirmələrini də istəmirəm. İnnallaha huvar-razzaq. Allah Teala'dır Razzaq, ruzi verən. Və həmçinin Taha surəsində buyuruyor Allah Teala: "Nahnu narzuqukum." Yəni sizi də ruzilendiririk onlarda və bir çox ayələrdə. Və Allah Teala ruzini vəd edib. Allah Teala insana ruzini vəd etmişdir və ibadəti əmr edib. Və insan, müsəlman əmr olunanı yerinə yetirməyə çalışmalı və əmr olunanla məşğul olmalıdır.
ahirəti ilə məşğul olmalıdır. Dərdi, əsas dərdi bu olmalıdır. Çünki heç kəsə zəmanət verilməmişdir ki, cəhənnəmdən xilas olacaq. Heç kəsə vəd olunmamışdır ki, sən cənnət əhlisən. Əmr olunub ibadət, lakin bilinmir aqibət necədir. Ruzi isə Allah da ruzini vəd edib. Və müsəlman üçün qəribə odur ki, vəd olunan ruzinin dərdini çəkir, amma əmr olunan ibadətin dərdini çəkmir. Halbuki müsəlman əksini eləməlidir. Əsas dərdi axirət, Allah Taala'nın əmri və qadağanları bu ilə məşğul olmalı, bu dərd olmalıdır. Ruzi isə yüngül səbəblərdən tutaraq Allaha təvəkkül etməlidir. Allah Teala hər kəsin ruzisini yazmışdır. Və sonra buyurur ki, və yaxud da bir mushaf, Quran kitabı qoyub. Və nə qədər ki, insanlar o Qurandan, həmən mushafdan oxuyurlar, mushafı, Quranı qoyan insana savab yazılır. Və ya məscid tikibsə, nə qədər ki, o məsciddə insanlar namaz qılır, ibadət edir, zikr edirsə, məscidi tikən insana da savab yazılır. Ta ki, o məscid tam dağlar, silinər, yox olub gedənə kimi. Və yaxud da yolçu üçün, müsafir üçün ev tikmişdir, inşa etmişdir. Və keçmişdə hətta ərəblərdə, yəni ərəblərin üstünlüklərindən, keyfiyyətlərindən də birisi oydu ki, ərəblərdə kəram, yəni hörmətlik var idi. Və onlarda qonağa hörmət yüksək səviyyədə idi. Və hətta qəbilələrdə qonaq üçün ev olurdu ki, qonaq yolçu gələndə orada qalsın deyə. Və ərəblərdə ən hörmətli ev o ev idi ki, orada çoxlu ocaq yanır, tüstü çıxır. Yəni bu ilə bilinirdi ki, o evdə qonaqlar çox olur. Ki, hər qonaq gəldikcə yemək pişirilir. Və sonra buyurur ki, və yaxud da su çəkib, çay axıdır və yaxud da bulaqdır, quyu qazmışdır. Və hədisdə də, başqa hədisdə də Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, ən əfsəl sədəqə sudur. Yəni insanın başqasına su verməsidir. Və sonra axırıncı da buyurur ki, və yaxud da yəni sağlığı vaxtı, sağlam vaxtı, həm həyatdaykən və həmçinin sağlam vaxtı sədəqə malından çıxarıb sədəqə vermişdir. Çünki insan sağlamdır və həmçinin həyatda hələ ölüm əlamətləri yoxdur. Arzularla yaşayır. Lakin xəstələndikdə, ölümün əlamətləri gəldikdə artıq ümidi kəsir və o vaxtda sədəqə çıxaranlar çox olur. Lakin sadiq insan həm sağlamdır, həmçinin həyatda cavandır, sağlamdır, hələ yaşamaq ümidi var və onda sədəqə çıxarması onun sadiqliyinə əlamətdir. Çünki sədəqə sözü özü sıdq sözündəndir. Yəni sədəqə verən insanın sədəqə verməsi onun imanda sadiqliyinə bir əlamətdir. Və sonra müəllif fəsil açır. Ət-tərğibu fi tanzifil məsəcidi və tathhirihə. Məscidləri təmizləmək, təmiz saxlamağa rəğbətləndirmək və məcə fi təcmilihə və məscidləri gözəlləşdirmə haqqında nə varid olmuşdur. Əbu Hüreyrə deyir ki, Ənə imraətən səvdəə kənət təqumul məscid. Həqiqətən qara bir qadın məscidi təmizləyirdi. Fəfəqədəhə Rasulullah sallallahu aleyhi ve sellem. Və Allah Rasulü sallallahu aleyhi ve sellem onu görmür və onu axtarır, onun haqqında maraqlanır. Fəsələ anhə bə'də əyyəm. Və bir neçə gün sonra onun haqqında soruşur və ona deyilir ki, qadın ölüb. Və Allah Rasulü sallallahu aleyhi ve sellem deyir ki, fəhəllə ədəntumuni. Kaş ki siz mənə bunu bildirəydiniz. Fəətə qabrəhə və onun qəbrinin yanına gəlir. Fəsallə aleyhə və qəbrin yanında ona cənazə namazı qılır. Başqa rəvayətdə isə deyir ki, İnnə imraətən kənət təltəqitu əl-xiraqa vəl-idənə minəl məscid. Həqiqətən bir qadın məsciddən əski parçaları və çubuqları təmizləyirdi. Və başqa rəvayətdə isə Əbu Səid el-Xudri deyir ki, kənət səvdəu təqummul məscid. Bir qara qadın məscidi təmizləyirdi, süpürürdü. Fətufiyyət leylən və gecə ikən ölür. Fələmmə asbaha Rasulullah sallallahu aleyhi ve sellemə uxbira bihə. Və Allah Rasulü sallallahu aleyhi ve sellem sabahlayan vaxtı bu haqqında xəbər verir ona və deyir ki, Ələ ədəntumuni. Kaş ki siz mənə
xəbər verəydiniz, mənə bildirəydiniz. Fəxaraca bi əshabihi fəvaqafə alə qabrihə və sahabələri ilə çıxır və onun qəbrinin başında dayanır. Fəkəbbərə aleyhə və ona təkbir gətirir, yəni cənazə namazı qılır. Və nəsu xalfəh və insanlar da onun arxasındaykən və də'a ləhə və onun üçün dua edir. Thumman sarafə sonra isə qayıdıb gedir. Və bu qadının da adı başqa rivayətlərdə gəlir ki, Ummu Mihcən olur. Ummu Mihcən, hansı ki məscidi təmizləyirdi, məscidi təmizləyən bir qadın idi. Səmura bin Cündəb radiyallahu anhu deyir ki, Əmərana Rasulullah sallallahu aleyhi ve sellem ən nəttəxidəl məsəcidə fi diyərinə. Allah Resulü sallallahu aleyhi ve sellem bizə əmr etdi ki, yaşadığımız yerlərdə məscid götürək, məscid edək və əmrana ən nunazzifəhə və bizə əmr etdi ki, o məscidləri təmiz saxlayaq. Və insan harada yaşayırsa, evində, evin bir küncündə və yaxud da evin otağı varsa, əlavə otaqda özü üçün namaz qılan yer ayırması sünnədir. Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrə bunu əmr etmişdir ki, evdə bir yer hazırlayırsan, ora namaz qılmaq, Quran oxumaq, zikr etmək, dua etmək üçün ki, ayrıca bir məscid. Çünki məscid sözün mənası səcdə olunan yer deməkdir. Ayşə radiyallahu anh deyir ki, Əmərana Rasulullah sallallahu aleyhi ve sellemə bi bina'il məsəcid. Allah Resulü sallallahu aleyhi ve sellem bizə evlərdə məscidlər tikməyi əmr etdi. Və ən tunazzafə və tutayyəbə və əmr etdi ki, o məscidlər təmizlənsin və paklansın. Məscidlər həm təmiz saxlanılır və həmçində ətirlənir ki, ibadət yeri olduğu üçün. Təmizlənir və ətirlənir ki, çünki orada hörmətli mələklərin gəldiyi yerdir. Sadəcə insanların namaz qıldığı yer deyil, məscidlər həm də mələklərin iştirak etdiyi, gəldiyi yerdir. Və Allah Teala'dan istəyirəm ki, Allah Teala bizi eşidib yaxşısına tabi olanlardan etsin. Və Allah Teala bütün müsəlman övladları salihlərdən etsin. Və Allah sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və atubu ileyk.